Verişimizə xoş gəlmisiniz. Bugün sizinlə deməli iki vacib mövzunu, mənbəni təhlil edəcəyik. Bəli, xoş gördük hər kəsi. Biri işçi hüquqlarınızın təməli sayılan Əmək Məcəlləsi, daha dəqiq desək, onun sosial sığorta ilə bağlı bəzi maddələri. Düzdür. Digəri isə müasir iş axtarışında, iş tapmaqda sizə kömək edə biləcək bir platforma jobzones.co haqqında materiallardır. Hə, məqsədimiz də əslində bu ikisini birləşdirməkdir. Yəni, həm hüquqlarınızı biləsiniz, həm də o hüquqları, belə deyək, reallaşdırmaq üçün müasir alətlərdən xəbərdar olasınız. Elədir. Çünki hüququ bilmək bir şeydir, onu təmin edən yeri tapmaq başqa şey. Tamamilə. Gəlin elə başlayaq təməldən. Sosial sığorta bu məcəllədə necə təsbit olunub? İşçi üçün nə deməkdir? Bax, bu sual əslində çoxlarını düşündürür. Əmək Məcəlləsi sosial sığortanı, belə çox sadə dillə desək, necə izah edir? Müəyyən hallarda itirilən gəliri. Məsələn, xəstələnəndə ya işsiz qalanda. Bəli. Məsələn, əmək qabiliyyətini müvəqqəti itirəndə və ya işsiz qaldıqda o itirilən gəlirin, yəni maaşın əvəzinin ödənilməsi sistemidir. Yəni, bir növ təminatdır. Əlbəttə və ən əsası, baxın, qanun işə götürəni birbaşa borclu bilir. Sizinlə əmək müqaviləsi bağlayan kimi, sizin məcburi dövlət sosial sığortanızı təmin etməlidir. Bu çox vacibdir. Deməli, bu işə götürənin öhdəliyidir. Bəli, üstəlik bir də icbari tibbi sığorta var. Onun da təminatı vacib şərtdir. Və bütün bunlar, yəni həm sosial, həm tibbi sığorta, sizin əmək müqavilənizdə mütləq göstərilməlidir. Bu detallar müqavilədə aydın yazılmalıdır və onu da bilməlisiniz ki, sizin üçün bir neçə, belə deyək, sığorta növü mövcud ola bilər. Necə yəni bir neçə növ? Deməli, birincisi, İşə götürənin təmin etməli olduğu o məcburi dövlət sığortası var. Bu, qanunun tələbidir. Aha. Bundan başqa siz özünüz də, yəni öz vəsaitinizlə, könüllü şəkildə əlavə sığorta əldə edə bilərsiniz. Öz istəyimlə. Bəli, tamamilə könüllü. Və üçüncüsü, bəzi hallarda işə götürənlər özləri, xüsusən də o kollektiv müqavilələr olur ha. Hə, olur. Bax, o müqavilələr çərçivəsində daha üstün şərtlərlə əlavə sığorta da təmin edə bilirlər. Yəni, qanun sizin müdafiəniz üçün müxtəlif səviyyəli imkanlar yaradıb. Çox maraqlıdır. Elə bax, bu yerdə bir dinləyicimizdən gələn sualı səsləndirmək istəyirəm. Çox yerinə düşər. Buyurun, əlbəttə. Sual belədir. Mən əcnəbi vətəndaşam, Azərbaycanda rəsmi şəkildə işləyirəm. Bəs mənim də yerli işçilər kimi sosial sığorta hüququm varmı? Əla sualdır, çox aktualdır bugün. Cavab bir mənalıdır. Bəli, var. Yəni, heç bir fərq yoxdur. Qanunvericilik bu məsələdə çox aydındır. Əmək Məcəlləsinə görə Azərbaycanda əmək müqaviləsi əsasında çalışan əcnəbilər və hətta vətəndaşlığı olmayan şəxslər də əgər müvafiq sığorta haqlarını ödəyirlərsə, deməli, ödəniş əsas şərtdir. Bəli, ödəniş olduqda Azərbaycan vətəndaşları ilə tamamilə, eyni şərtlərlə sosial sığorta hüququna malikdirlər. Qanun burada heç bir ayrı seçkilik etmir, hər kəs üçün bərabər imkanlar var. Bu çox yaxşı haldır. Bir də onu qeyd edim ki, hər bir sığorta olunan işçinin, yəni sizin, fərdi uçota aparılır, bu da vacibdir. Və əgər qanun pozuntusu olarsa, təbii ki, buna yol verən tərəflər məsuliyyət daşıyır. Aydındır. Deməli, hüquqlarımızı aşağı-yuxarı anladıq. Bəs, yaxşı, bu hüquqların təmin olunduğu, karyera imkanları ilə dolu yaxşı iş yerlərinə necə tapaq? Bax, burada da ikinci mənbəmiz. jobzones.co platforması. Bəli, jobzones.com platforması dövrəyə girir. Bu nədir? Bu, iş axtaranlarla işə götürənləri bir araya gətirmək üçün yaradılmış müasir bir onlayn vasitədir. Bəli, platforma xüsusilə də iş axtaran sizlər üçün çox rahatdır, funksionaldır. Yəni, öz tələblərinizə uyğun vakansiyaları çox asanlıqla filtrləyə bilərsiniz. Bu çox vacibdir, vaxta qənaət edir. Əlbəttə. Sonra, yeni elanlar barədə sizə hansı kanal rahatdırsa, e-mail, Telegram ya WhatsApp, o kanallarla bildirişlər ala bilərsiniz. Bu da əladır. Öz profilinizi, CV-nizi çox rahat idarə etmək mümkündür. Hətta bizdə gələcək planlar da var, məsələn, avtomatik CV yaratma funksiyası kimi. Bu lap əla olardı. İnşallah. Və ən vacib məqam,
Platformadan istifadə, yəni ora daxil olmaq, qeydiyyatdan keçmək, profil yaratmaq, işlərə müraciət etmək, bütün bunlar sizin üçün, yəni namizədlər üçün tamamilə pulsuzdur. Pulsuz, bu çox önəmlidir. İnsanlar üçün böyük bir üstünlükdür. Həqiqətən çox yaxşı imkanlardır iş axtaranlar üçün. Bəs o biri tərəf, işə götürənlər, onlar platformadan necə yararlana bilərlər? Yəqin ki, bu barədə də suallar gəlir sizə. Əlbəttə, gəlir. İşə götürənlər üçün də platforma, deməli, çox funksionaldır. Onlar üçün xüsusi bir idarə etmə paneli var. Oradan vakansiyaları rahatlıqla idarə edə bilirlər, gələn müraciətlərə baxa bilirlər. Yəni, bütün proses bir yerdə cəmlənir. Bəli, bir növ uyğun namizədlərlə elə birbaşa platforma üzərindən əlaqə saxlaya bilirlər və hətta vakansiyalarının nə qədər effektiv olduğuna dair analitik məlumatlar da əldə edə bilirlər. Bu da təbii ki, işə qəbul prosesini xeyli, belə deyək, optimallaşdırır. Bu analitika maraqlıdır. Yəqin ki, hansı elanın daha çox baxıldığını falan göstərir. Bəli, məhz onu və elə fürsətdən istifadə edib buradan HR mütəxəssislərinə bir çağırış etmək istərdik. Buyurun. İşə götürmə prosesinizi jobzones.co kimi innovativ, müasir bir platforma ilə gücləndirin. Üstəlik xüsusi bir təklifimiz də var hazırda. Nə təklifdir? Baxın, məhz bu ay ərzində bizim platformamızda işə götürən profilini aktivləşdirən şirkətlər, diqqət edin, məhsullarımızın premium xüsusiyyətlərindən tam 3 ay boyunca. 3 ay. Bəli, tam 3 ay boyunca və tamamilə ödənişsiz olaraq bir növ sınaq mərhələsi kimi yararlana biləcəklər. Bu çox sərfəli təklifdir, xüsusən yeni başlayan şirkətlər üçün. Elədir. Ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün jobzones.co saytına daxil ola bilərlər, info@jobzones.co e-mail ünvanına yaza bilərlər və ya +99 45 42 48 12 nömrəsi ilə birbaşa əlaqə saxlaya bilərlər. Əlaqə vasitələrini qeyd etdik. Bəli. Onu da deyim ki, gələcəkdə planlaşdırılan, məsələn, süni zəka əsaslı chatbot və ATS, yəni namizəd idarə etmə sistemi kimi yeniliklər də platformanın potensialını daha da artıracaq. Çox sağ olun bu ətraflı məlumata görə. Beləliklə, biz bugün həm əmək hüquqlarımızın vacib bir hissəsi olan sosial sığorta mövzusuna toxunduq, həm də karyera yolumuzda bizə dəstək ola biləcək müasir bir alətə jobzones.co platformasına nəzər saldıq. Ümid edirik ki, bu məlumatlar sizin üçün, əziz dinləyicilər, faydalı oldu. Ümid edirik. Verilişimizdə başqa hansı mövzulara toxunmağımızı istərdiniz? Fikirlərinizi, təkliflərinizi və ya suallarınızı bizə yaza bilərsiniz. E-mail ünvanımız info@jobzones.co və ya sosial media hesablarımızda şərh bölməsində də fikirlərinizi bildirə bilərsiniz. Həmçinin buradan bir daha səslənək, arzuladığı işi tapmaqda çətinlik çəkən, yaxud daha yaxşı fürsət axtaran hər kəsi jobzoneswork.co platformasından aktiv istifadə etməyə dəvət edirik. Unutmayın, platforma sizin üçün, yəni namizədlər üçün tamamilə ödənişsizdir. Bəli, bu vacibdir. Əlaqə vasitələrimiz dəyişməzdir. jobzoneswork.co veb-saytı, info@jobzones.co e-mail ünvanı və +994554 24 26 mobil nömrəsi. Diqqətimizə görə çox təşəkkür edirik. Gələn həftənin eyni günündə, eyni saatında yeni mövzularla yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın, bizi izləməyə davam edin. Və sonda sizin üçün kiçik bir düşüncə. Baxın, bugün biz həm fundamental biliklərdən danışdıq, əmək məcəlləsi ilə təmin olunan hüquqlar, həm də bu bilikləri həyata keçirmək üçün innovativ texnologiyalardan, jobzoneswork.co kimi platformalardan. Bəli, ikisinin vəhdətindən. Bəs sizcə bu sürətlə dəyişən müasir iş dünyasında bu iki gücü möhkəm bilikləri və çevik texnologiyanı öz şəxsi karyera inkişafınız üçün ən optimal şəkildə necə birləşdirə bilərsiniz? Necə istifadə edə bilərsiniz? Bax, bu barədə düşünməyə dəyər. Sağ olun.